Afət Fərmanqızından Vəfa Şərifova ilə bağlı açıqlama. Müğənni Afət Fərmanqızı Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbənin Vəfa Şərifovanı məhkəməyə verməsi ilə bağlı xəbərə münasibət bildirib. Məlumatlara görə, Yıldız Tilbənin şikayəti ilə bağlı yayılan xəbərə münasibət bildirən Afət Fərmanqızı sosial şəbəkə hesabında "Mən bu xəbəri eşitdiyim an yalan və böhtan olduğunu düşündüm. Çünki siz böyük sənətkarsınız" yazıb. Müğənni daha sonra mövzu ilə bağlı canlı yayımda da danışaraq məsələyə aydınlıq gətirib. O, bildirib ki, ona qarşı şikayət edən tərəf məhz Vəfa Şərifovu olub. Kim kimə iftira, böhtan atırsa Allahdan qorxsun. Məni şikayət edən Vəfa olub. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Budur meydan. Yıldız Tilbəyə dolayı yollarla menecerləri vasitəsilə məlumat vermişəm ki, bu şəxs onun adından istifadə edir. Yıldız Tilbə elə bir sənətkardır ki, 1 milyon versən də oxumaz. O, oxuyarsa pulsuz oxuyar. Özü də sənətkarlarla oxuyar. Ağlınız piyanistlərə getməsin, deyə müğənni vurğulayıb. Xatırladaq ki, Vəfa Şərifova Yıldız Tilbə ilə $100.000 qarşılığında duet layihəsinin nəzərdə tutulduğunu açıqlamışdı. Lakin Yıldız Tilbə bu iddiaları təkzib edərək yayılan məlumatların əsassız olduğunu və bu səbəbdən Vəfa Şərifovanı məhkəməyə verdiyini bəyan edib. Qeyd edək ki, Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında əvvəllər də gərgin münasibətlər olub. Müğənninin həm sosial şəbəkədəki paylaşımı, həm də canlı yayımda səsləndirdiyi fikirlər tərəflər arasında uzun müddətli mübahisələrlə əlaqələndirilib. Hörmətli izləyicilər, bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanalıma abunə olun.